Qarabağ müharibəsinin şəhidi Mehdi Bayraməli oğlu ruhu qarşısında baş əyirik. Şəhidimiz Süleyman Xudu oğlu Şükürov ruhu qarşısında baş əyirik. Birinci Qarabağ müharibəsində şücaəti olan, hər zaman vətəni ilə ürəyi döyünən, yaşayarkən vətəni sevərək Birinci Qarabağda şücaətindən tanınan Qədir Əsəd oğlunun məzar önündəyik ki, Allah ruhunu şad eləsin. Yaşadığı dövrdə vətəni sevib, döyüşçü olub, vətən üçün canından keçib. Ancaq bugünkü gündə müəyyən səbəblərdən qəzada dünyasını dəyişdi. Allah ruhunu şad eləsin, ruhu qarşısında baş əyirik. Vüqar Orucoğlu Rüstəmov ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah sizlər var eləsin əziz qardaşlar. Bugün bir döyüş yoldaşı olaraq biz Gül Çələngindən qəhrəman şəhidimizin ziyarətinə gəldik. Gələn ayaqlarınız var olsun. Bugün şəhidimizin atası Nurəddin kişinin həqiqətən qəlbini sevindirdiniz. İstəyirəm ki, bugün yəni biz nə qədər də danışsaq, nə qədər də desək, real şahidi olan və çiyin-çiyinə vuruşan qəhrəman igid qardaşlarsınız. İstərdim ki, elə qəhrəman şəhidimizin atasının yanında sizlərdən söz götürək. Buyur qardaş. Şəhid Ağayev Salih müharibədə bir bölmədə olmasaq da başqa bölmədə idi. Yəni belə münasibətim var idi, tanıyırdım. İndi bugün 5 il keçir həmin ildən. Allah rəhmət eləsin. Digər bizdən uşaqlar da öz bölmələrimizdə şəhid olan yoldaşlarım qəbir üstünə gedibdir. Hələ bir rayonlara da. Ona görə komandirimiz bizi yola salarkən baş sağlığı dedi. Allah'tan rəhmət, qalanlara da can sağlığı. İnşallah qanı yerdə qalmadı, yəni şəhidlərimizin. Özünüzdə çox şey demək olar Salih haqqında. İndi bizlə çiyin-çiyinə yürüşənlərdən biri də Salihlə. Buyursun qardaşlar. Allah rəhmət eləsin, Allah o dünyasını versin. İnşallah yeri cənnətli olsun, necə ki cənnətli idi. Sizin qarşınızda baş əyirik, bütün şəhidlərin Allah sizə səbri versin. Salih qardaş çox gözəl qardaş idi. Yoldaşçılıqda, döyüşdə igid idi, qəhrəman idi. Bir də Allah rəhmət eləsin. Çox sağ ol. Çox şey demək olar, yəni bu söz biraz adam boğulur, yəni yara düşür. Yəni Allah rəhmət eləsin. Bütün komandanlığın, bütün yoldaşa gələ bilməyən yoldaşların adından baş sağlığı dilərim. Yəni qardaşımız deyir ki, söz acizdir qəhrəmanımızın önündə. Bax bu cür döyüşçülər olub. Bax bu gün bu qardaşlara da təşəkkürümüzü bildiririk. Allah canların sağ eləsin, qarşılarda baş əyirik ki, bu gün qəhrəmanlarımızı gəlib ziyarət edirlər. Var olasınız. Təşəkkür edirəm əziz qardaşlar. Allah cəm şəhidlərimizə rəhmət eləsin.